Mən Kamran Ələsgərov, 5-ci yüksəliş müsabiqəsinin qalibiyəm. Hal-hazırda BP Global şirkətində quyular üzrə baş mühəndis vəzifəsində çalışıram. Bu 2015-ci ildə Azərbaycanda keçirilən Qaradəniz karbonhidrogen yataqlarının öyrənilməsi üzrə sərgiyə hazırlıq idi. 2 ay müddətinə hazırlıq dövrü, daha sonra 3 gün müddətində sərgidə könüllü olaraq çalışdım. Orada öz gücümü, qüvvəmin, çəkdiyim zəhmətin pozitiv təsirini gördüm. Anladım ki, zəhmət çəkərək uğurda rol sahibi olmaq mümkündür. Öz hədəflərinizə məhdudiyyət, sərhəd qoymayın. Çünki gələcəkdə nailiyyətlərinizi yüksək, hədəflərinizi daha çətin qoymadığınıza görə peşman ola bilərsiniz. Kifayət qədər riskli şəraiti olan dəniz qazma buruğunda çalışaraq qazandığım təcrübələr bu gün də əlimdən tutaraq yüksəlişmə öz töhfəsini verir. Yüksəliş zəhmətdən başlayır. Özünüzə doğru düzgün hədəflər seçin və bu sahədə çalışmağa başlayın. Özünüzü dünəninizlə müqayisə edin. Bir addım, yarım addım irəli getmisinizsə, demək ki, yüksəlirsiniz. Yüksəliş sizinlə davam edir.